Herkese salamlar dostlar, kanalıma ve videoma hamınız xoş gəldiniz. Bu gün sizlərə bir oruc vlog çəkmək istəyirəm. Hal-hazırda saat 11-ə işləyir. Mən gedib çiməcəm. Sonra çıxandan sonra saçımı falan qurudacağam, üzümə krem falan sürtəcəm, daha sonra uzanıb yatacağam. Videonu indi başlatmağımın səbəbi isə odur ki, sahurda duranda səsim çox pis çıxır və danışmağa halım olmur. Ona görə sahurda sadəcə elə belə video çəkəcəm, danışıb eləməyəcəm və nəticə etibarilə salam da deməyəcəm. Ona görə videonu indidən başlatmaq istədim. Sabah məktəbə gedəcəm həm də mən. KSQ yazırıq çünki. Yəni biraz ağır gün olacaq. Dərs öyrənməliyəm, çoxlu test işləməliyəm falan. Artıq blokka hazırlaşırıq biz. Nəysə, o zaman mən gedim çimməyə. Siz də kanalıma abunə olmağı, videoma like atmağı, yorum yazmağı unutmayın. Sizləri çox sevirəm. Xoş izləmələr. Herkese bir daha salamlar dostlar. Sabahınız xeyir. Saat 8 eşliyir, 26 dəqiqə. Ben biraz gec durdum. Çünkü oruç tutmuşam, yemək yeməyəcəm və bu müddətdə hazırlana bilərəm. O zaman mən gedim geyinim paltarlarımı. Uzun müddət sonra nəhayət yenidən yubka vaxtıdır. I begin to Nəhayət evə gəlib çatdıq biz dostlar. Saat 2-yə işləyir. İndi biraz istirahət edəcəm paltalarımı dəyişəndən sonra. Çünki elə təzə çatmışam evə. Daha sonra sizə aldıqlarımı göstərim. Mağazada çox çəkə bilmədim. Çünki insan biraz çəkinir video çəkəndə insanların içində. Evet dostlar, evə gəldim. Paltarımı dəyişdim, artıq rahatam. Bu kremi almışdım bir dənə, arka krem. Çox qəşəngdir. Bir de pozan almışdım. Bunu da açacağım, görüm necə pozur. Çox şübhəli qalmışdım bunu alanda. Bunun iyi çox qəşəngdir. Çox qəşəng iyi var. Bildiyiniz tam çiyələ iyi gəlir ha. Dostlar. Deməli mən arada 1 saat uzanıb yatdım. 1 saat da deyilsə yarım saat, 45 dəqiqə falan olar ki uzanıb yatdım. Çünki çox yorğun idim. Və bu yorğunçuluğun tarix falan oxuya bilməzdim, ya da dərs oxuya bilməzdim. Biraz telefonsuz falan başımı dincəldim, uzandım, yatdım. İndi artıq masanın başına oturmaq vaxtıdır. İndi masanı toplayım. Tarixi əslində mən öyrənmişəm, bir dənə təkrar edəcəm. Çünki təkrar keçən dəfə vermişdi, soruşmamışdım əlimə dərsi. İndi o dərsin üstündə təkrar qalmışdı, soruşacaq onu. Onun üçün təkrarı səhər də edə bilərəm tarixi, bilmirəm, baxım qalsın edəcəm.
Okey, təmizlədim buranı. Demək, indi ana dilini işləyəcəm davamını. 50 dənə qalmışdı, onun davamını işləyəcəm. Sonra ədəbiyyatdan təkrar məqsədi ilə onun testini işləyəcəm. Nəyin testidir? Baxım ona. Süjet və kompozisiya, bədii əsərin quruluşu, mövzu və ideya, ədəbi cərəyan, ədəbi məktəb. Dilimdən işləyəcəm, görün nə qədərdir test bundan. Az olduğunu güman edirəm. İnşallah azdır. Bu arada soruşum ortaya tutulsun. Yəni haqqınızı sunamışsınız, haqqınız olur mu? Çoxdan da video çəkmirəm. Açıqcası darmışam video çəkmək üçün. Buradan başlayalım. Süjet kompozisiya var. Bədii əsərin quruluşu. Mövzu və ideya, ədəbi məktəb. Bu da başqa şeylərdən az gəlirsə, oldu. Burada bir şeydən qoy. Çox uzatdım videonu. O zaman mən ana dilini işləməyə başlayacağım yavaş-yavaş. O zaman mən bunu işləyim. Buranı çəkib videonu boş-boş uzatmaq istəmirəm. Ama da bir program yapmış. Biraz bir yapmış. Sosyal kanallarımız 11. sınıftadır. Bir program burada. Aklınıza da 2024 yapacağım. Gördünüz. Çok bakın 2023 vermedi. Evet. Kanalımızı yazın. Siz de izleyin. Orada 55 benim aklıma çok fikir veriyor. Ve planım da hazırdır artıq. O zaman mən bu planıma uyğun hərəkətimə başlayayım, işimə başlayayım, hərəkəti özdə. Nəhayət bitirdim ana dilini. Düzdür 169 dənə idi. Mən 165-ni yazdım. Axırıncı 4 dənə yazmağa səbrim çatmadı. Maybe yox. Bunu yoxlamaq var indi. Yoxlamaq ən nifrət etdiyim şeydir. Çox ərinirəm bir şeyləri yoxlamağa. Demək dostlar, mən yoxladım bunları. Çox səhvim çıxmadı. 2-3 dənə səhvdən ötürü saat 1-də kursa getmək biraz məntiqsizlikdir. Ona görə biraz gec gedəcəm kursa. Normalda dərsimiz 3-ün yarısıda başlayır. Müəllimə bizi 1-də çağırıb ki, səhvlərimizə baxsın. Amma səhvlərim o qədər çox deyil. Mən niyə saat 1-də getməliyəm kursa? Nəysə, indi keçim ədəbiyyatı işləyim. Keçək ədəbiyyata. Yəqin ki, bu 10 dənə testdir. Yenə qızdan soruşaram. Məncə başqası yox idi. Gördüyünüz kimi artıq ədəbiyyatı da bitirdim. Başqa bir test tapmadım deyə məncə elə bunu verdiyini düşünürəm. Bir də 2024-ün testini atıb müəllimə. Onu işləyəcəyik biz. Həm ana dili, həm ədəbiyyatdan sınaqdır da. 30-lu sınaqlardandır. Onu işləyəcəm. Amma öncə bunu işlədiyimiz üçün artıq burada bir üstəliyə qoyaq. Bitdi. İndi müəllimənin atdığı sınağı işləyəcəm mən. Onu çəkə bilməyəcəm. Çünki telefonda zaten o sınaqlar. Onu işləyim. Saatı da deyim sizə, saat 5-ə qalıb 9 dəqiqə. Yaxşı bitirdim indiyə qədər mövzuları falan.
Nəysə, hələlik bay bay. Nəhayət dostlar, bitirdim bunu. Biraz səhvim çox çıxdı, amma o da məncə yorğunluqdan da artıq. Saat 7-yə işləyir. 11-12 dəqiqə. Mən elə indi qurtardım bu sınağı. İndi sonra ədəbiyyat var. Biraz fasilə vermək istəyirəm, çünki həqiqətən yoruldum. Daha sonra ədəbiyyatın sınağını işləyəcəm. O zaman dostlar, mən yəqin ki daha iftara qədər heç nə oxuya bilməyəcəm. Zaten iftara az qalıb. Demək dostlar, iftarımı açdım. Allah hamını tutduğu orucları bir daha qəbul eləsin. İndi qardaşımla bir tur voleybol oynayacağam. Sonra bir 5-10 dəqiqəlik fasilə verəcəm. Sonra gedib ədəbiyyat testini işləyəcəm. Belə. İndi biraz dostlar çay vaxtıdır. Belə. O zaman çayımı da içim. Yenə masamdayım təbii ki. Demək dostlar, arada mən ədəbiyyata başladım. Onu çəkə bilmədim. Bir də dostumla danışdıq. Tarixi təkrar planı falan hazırladıq özümüzə. Orada da biraz vaxt getdi bizdə. İndi bunları işləyirəm. Ulu Türkün ilkinin səmərini testi. Sonra bunu dimdən də işləyəcəm. Daha sonra 2024-ün sınağını işləyəcəm. 30-luq testini imtahana düşmüş. Hələ ki bunu işləyirəm. Ədəbiyyatdan canımız qurtardı. İndi keçim demişdim. Bu mövzu dinləşdim. Burada bir dənə kitab dağı yaranıb. Buna baxın. Sprite butulkasında qalıb orada. İçində su var idi amma. Buradan buna da bir dənə üstəcər gəldi. Dimi də bitirdim çox şükür. İndi bunu yoxlayacağım. Ədəbiyyatı da sağ-salamat bitirdik. İndi buradan ədəbiyyata da bir üstəcəl qoyaq. Bu arada arxadan gələn səslərə fikir verməyin. Qaldı Bəxtiyar Vahabzadəni öyrənmək. Tarix təkrarını sabah eləyəcəm bir ehtimal. Bir 2024 ədəbiyyat sınağını işləmək. İndi bir 5 dəqiqəlik fasilə verəcəm. 5 dəqiqəlik. Sonra ədəbiyyatdan sınaq işləyəcəm. Sonra da məncə dərsin bugünlük bəsdir mənə. Tarixi sabah təkrar eləyəcəm. Dostlar, nəhayət ədəbiyyatı bitirdim. Düzdür, bu sınağın situasiyası qaldı hələ. Onu da sabah yazdım. Artıq cidden yoruldum, hiss edirəm ki, beynimə heç nə girmir. Hələ mən Bəxtiyar Vahabzadəni oxumalıyam. Bunu situasiyasını yəqin səhər eləyərəm. İndi Bəxtiyar Vahabzadəni oxuyacağam zaten. Başqa bir şey eləməyəcəm. Videonu bəyəndinizsə kanalıma abunə olmağı, videoma like atmağı unutmayın. Yorum da yaza bilərsiniz və sevdiklərinizlə paylaşa bilərsiniz. Sizləri çox sevirəm. Sağ olun.